Ey gözəl xalqım, sizi aldadılar. Yalandan deyirlər ki, Aşbada, səs vermədə Türkiyə Azərbaycanı dəstəkləmədi deyə Azərbaycan inciyib. Puh, yalansa üzünüzə tüpürüm sizin. Azərbaycan məyər birinci ildir ki, Aşbadan qovalanıbdır? Məyər birinci dəfədir ki, türklər Azərbaycanı dəstəkləmir? Mən başa düşmədim. Məyər bu səs vermə oldu bu dəfə? Bildik bunu. Bundan qabaq 2 ildə Erdoğanla İlham Əliyevin arası dəyibdir. 2 ildir kardeşim demir. Birisi dəfə Pakistanın rəhbəri qol-qola girdi, o da bir göstərməliydilər Putinə, hansısa güclərə, Trumpa. Biz yəni birlikdəyik, nüvə devlətindən. Xalqı aldadılar. İlham Əliyevdən Erdoğanın arasının dəyməsi, harca düşmə mövqeyidir. Baxıram paylaşımlar eləyirlər. Hakimiyyət kanalları. Altından trolları tökürlər. Türkiyə nə edirlər bilirsiniz? Alə nə edirlər bilirsiniz? Və dəyərli vətənlərim, bundan əlavə Türkiyə Böyük Millət Məclisinin rəhbəri gəldi Azərbaycana. Bilirsiniz, Azərbaycanda toplantı vardı. İslam İşbirliyi dövlətlərinin parlament sədrləri gəlirdi Azərbaycana. Türkiyəyə acıq vermək üçün Kalibovun az qalırdı əlini öpsün İlham Əliyev. Türkiyəninkini qəbul eləmədi. Bir dənə də partlayış. İlham Əliyev Erdoğanın ailə sirrini, səhhətini, ailə əmlakını Moskvaya və İsrailə xəbərçilik eləyibdi, sukalıq eləyib. İkinci, Mehriban Əliyev və Erdoğanı başqaları kimi Erdoğan da caduluyub, Erdoğan bundan xəbər tutub. Üçüncü, İlham Əliyevin Erdoğanla şərhli malları var idi, xüsusilə Petkim, Star rəfinaları. Bunların böyük bir hissəsini Yahudilərə satdı, yəni Yahudi iş adamına satdı və Erdoğan da Yahudilərə bağlı adamdı, amma dərin güclərinə bağlı adamdı. Sadəcə bunlara dillənənmədi, çox üstünə gedənmədi. Üstəlik Erdoğanı çox pis vəziyyətə qoyardı Türk xalqı. İnşallah sənin kardeşin o nədir İsrailə satdı, ona görə bu söhbəti bağladılar. Amma Erdoğan dəli oldu. Buna görə bunlar ayrılıblar, buna görə qırğın gedir və ayın 7-si İlhamın tamam işini bitirəcəklər. NATO toplantısında. İlham Əliyevin işi bitib. Dəqiq sizə deyirəm. Erdoğan birbaşa İlham Əliyevin hakimiyyətdən getməsini tələb edir. İnanmırsınız? Mən deyirəm sizə. Birbaşa Erdoğan İlham Əliyevin istifasını, hakimiyyətdən getməsini tələb edir. Mövcud, mən necə stat gözləyirəm, amma mən nəyisə gözləyirəm. Erdoğan da başqa bir şey, elə buna bənzər bir şey gözləyir. Komanda. Yəni adi məsələdir, Pusat İlhamı saxlayan Putindir. Rusiya dərin devlətdə məhv eləmək istəyir. Sadəcə hərəkətdə o da hərəkətdə çox güman ki, Ukrayna hərəkətindən bir balaca dəstəklə NATO toplantısına bitəcək. İlham Əliyev yola salacaq. Narahat olmayın.